Badi sabah mənim dərdi dilimi. Və yaxud da digər adı dedin nə dedi rədifli qoşmasıdır. Baxın, burada dedik ki, rədif əsasında formalaşmış bir şeirdir. Yəni dedin nə dedi, burada rədifdir. Və müraciət varmı? Məsələn, ilk bənddə baxıram, deyir, Badi sabah mənim dərdi dilimi, ol büyüt zibaya, dedin nə dedi? Badi sabah səhər yelidir və elə ilk misrada səhər yelinə müraciəti biz görmüş olacağıq. Ahu naləm asimana yetdiyin, gərdən minaya, dedin nə dedi? Yəni deyir ki, ahın, naləmin asimana, göyə qədər yetdiyini, boyu minaya bənzəyəni dedi. O nə dedi? Yəni burada dedin nə dedi? Gördüyünüz kimi hər biri qafiyədən sonra gəldiyi üçün bunlar nə hesab edilir? Rədif hesab edilir. Biz də bilirik ki, rədifin yeri sabitdir və o qafiyədən sonra işlənir. Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın, onun həsrətindən rəngi alımın, döndüyün heyvaya, dedin nə dedi? İndi siz deyin görün, burada biz bədii sual işlənib desə, düzgün fikir olacaq yoxsa səhv fikir olacaq? Düzgün. Səsini deyəndə başınızı yerləməyin. Bəli, çünki gördüyünüz kimi o sual verir, amma heç bir qarşılıq almır. Bəli, burada da bilirik ki, artıq bədii suallar işlənibdir. Həmçinin də müşahidə edirsiniz ki, burada birinci və ikinci bəndlərdə 2 bədii sual işlənibdir. Amma digər bəndlərdə isə bir misrada bədii sualın işləndiyini görürük. Görsəydi varmı məni bimarə, nüsxə üstündə onun biçarə. Dildə istirabə, təndə buxarə, sərimdə sevdaya, dedin nə dedi? Burada yenə də bədii sualının işləndiyini görürük. Və sonda şairin adı çəkilirmi? Bəli, çəkilir. Zakirin adı çəkilir. Zakirin əhvalının xublar şahına ağlaya-ağlaya, dedin nə dedi? Zakirin adı çəkilsə də müraciət yoxdur. Görürük ki, müraciət yoxdur. Gəlin baxaq görək ümumiyyətcə əsərdə nə var? Deyirik ki, əsər lirik növdə yazılıbdır, heca vəznində yazılıbdır, aşıq yaradıcılığa aiddir, qoşma janrında yazılıbdır və burada tərənnüm əsas yer tuturmu? Bəli, tərənnüm əsas yer tutur. Yaxşı, bəs desək ki, son bəndində müəllifin təxəllüsü işlənibdir. Bu fikir düzdür yoxsa səhvdir? Düzdür yoxsa səhvdir? Səhvdir, niyə? Çünki adı işlənib, təxəllüsü yox. Özünə müraciət yoxdur. Bəndə özünə müraciət yoxdur, bəli. Desək ki, klassik şeir əlamətləri, hansı ki, qəzəl, qəsdə ilə bağlı əlamətlər özünü göstərirmi? Xeyr, göstərmir. Klassik şeir əlamətləri özünü göstərmir. Özünün adı çəksə də burada müraciətə yer verilmir. Səhər yerinə müraciət var bizim gördüyümüz və siz burada Badi sabah, yəni səhər yerini, yeli bir də harada görürdük? Dəhnamə. Bəli, Xətaninin Dəhnamə poemasında görmüş olurduq. Həmçinin desək ki, lirik qəhrəman qəhrəmanın o dözümü ilə, sevgisi ilə sevgilisinin xarici görünüşü qarşılaşdırılır. Bu fikir səhvdir. Çünki orada yəni bu fikir bu əsərə aid götürməyəcək. Sonra deyir ki, sonda əsər aşiqin çarə tapması ilə yekunlaşır. Xeyr, səhvdir. Aşiq çarə tapmır yenə də. Sonra deyir ki, aşiq öz sevgisi yolunda saralıb solsa da ümidsizliyə düşmür. Xeyr, ümidsizliyə düşür. Yəni bu düşmür fikri də yanlışdır. Səhər yerinin sevgisinin halını, necəliyini soruşur fikri yanlışdır. Xeyr, çünki deyir mənim necəliyimi, mənim halımı ona dedimmi? O nə dedi deyir. Sonra aşıq sevgisinin ona soyuq münasibətinin səbəbini araya girən adamlarda görür fikri. Düzgündürmü? Xeyr, düzgün deyil. Burada üçüncü bir şəxs yoxdur. Sonra lirik qəhrəman öz duyğularını heç kəsə açmır. Fikri düzgündürmü? Düzgün deyil, çünki Badi sabaya atır, öz sevgilisinə atır fikirlərini. Sonra şeir sona çatdanda aydın olur ki, aşıq dərin hisslər yaşayır fikri, düzdürmü? Sona çatdanda yox, elə ilk misrada görünür. İlk misradan sona qədər ona qarşı olan sevgisi özünü göstərir. Məşuqənin ayağına düşən aşıq öz halını bəyan edir. Xeyr, bəyan etmir. Özü birbaşa olaraq onun yanına getmir. Kim göndərir? Badi sabaya deyir. Onun fikirlərini bəli. Düşsə ki, aşıq sevgilisinin rədd cavabı alırmı? Almır. Elə bir fikir yoxdur. Ümumiyyətlə sevgilisi haqqında əsərdə bir gizli məqam var. Yəni onun nə dediyi, onun aşıqa qarşı nə söylədiyi, rədd cavabı verdiyi barədə heç bir məsələ yoxdur. Aşiqin rəqibi var idimi burada? Üçüncü şəxs var idimi desə yenə deyirəm ki, yoxdur. Yəni bu bizim Badi sabah dərd edilmiş şeiri